Salam. Gəlin Nərgiz Nəcəfin testlərinə baxalım. Birinci bölməmizə baxırıq. İsimlə bağlıdır testimiz. Deməli, burada nə yazılıbdır? Simple, sadə isim, derivativ, düzəltmək, compound noun isə mürəkkəb isim deməkdir. Deməli, birinci testdə bizdən nə soruşur? Choose the line of compound nouns. Compound noun mürəkkəb isimdir. Bizə mürəkkəb isimlər lazımdır. A bəndinə baxırıq. Elə cavab A bəndidir. Football. İki sözün birləşməsindən yaranıb. Playground, letterbox. Cavab A bəndidir. Bura baxırıq. B bəndində bedroom mürəkkəbdir. Amma explanation sözündə tion burada şəkilçidir. Niyə? Amma sportsman mürəkkəbdir. Deməli, burada işləri körləyən explanation sözüdür. Gəlin buna baxalım. Bunun kökü explaindir. Explain izah eləməkdir. Explain sözünün sonuna tion şəkilçisi əlavə eləyərək biz explanation, yəni izahat, isim formasını yaratmışıq. Bunu qeyd edin. Explain izah etmək, ondan explanation yaranır. C bəndinə baxırıq. Drive sürücü. Drive sürücünün sözünün kökü drive maşın sürməkdir. Bunun sonuna əlavə eləyib düzəltmə ismi yaradırıq. Bu da getdi. Amma yerdə qalan fireplace, seat belt bunlar mürəkkəbdir. Seat belt oturacaq kəməri deməkdir. Yadda saxlayın. Belt ümumiyyətcə kəmərdir. Tayda qalstukdur. Bookshelf kitab rəfi, seafood dəniz yeməyi, movementdə. Movementə baxırıq. Sözün kökü move'dur, hərəkət eləmək. Sonuna ment qoyuruq, olur düzəltmə. Classmate mürəkkəbdir, friendshipdə ship şəkilçidir, servant sözü də düzəltmədir. Niyə? Servant sözü serve, xidmət eləməkdir. Sonuna ant qoyur, olur xidmətçi, qulluqçu sözü yaranır. Deməli, belə nəticəyə gəlirik ki, B bəndində explanation, C bəndində driver, D bəndində movement, Y bəndində isə servant və friendship'ə görə variant yanlışdır. Bir oldu A bəndi. İkinci testimizdə yenə mürəkkəb isimləri soruşur. Leadership'də ship şəkilçidir, qalanları mürəkkəbdir. B bəndində üçü də, bax, policeman, homework, timetable, üçü də mürəkkəbdir. C bəndində demonstration, demonstration sözü demonstrate, demonstrate nümayiş etdirmək sözündən yaranıbdır. Demonstrate sözün köküdür. Sonuna da ion, sion, tion şəkilçisi qoyaraq isim yaranıb. Bu yanlışdır. Amma birthday və fire mürəkkəbdir. Burada yenə baxırıq. Bax, bu mürəkkəbdir, bu mürəkkəbdir. Amma developmentdə ment şəkilçidir, ona görə çıxdı. Y bəndinə baxırıq. Bax, ice cream mürəkkəbdir. Bathroomda mürəkkəbdir. Amma kingdomda dom şəkilçidir, ona görə Y bəndi də getdi. Baxırıq üçüncüyə. Yenə demonstrate'ində qeydini götürürsünüz. Üçüncü testə baxıram. Bizdən mürəkkəb isim soruşur yenə. Childhoodda hood şəkilçidir, getdi. Kindness'də nes şəkilçidir, getdi. Mən sizə demişəm də, biri var less şəkilçisi, biri var nes şəkilçisi. Əgər n ilə başlayan şəkilçisi də n, noun. Deməli, nes isim düzəldən şəkilçi olur. Amma less sifət düzəldən şəkilçidir. Yəni, bunun noun isim olduğunu nounla yadda saxlayın. İkisi n ilə başlayır. Gentleman burada mürəkkəbdir. Heç agreement sözünün kökü agree razılaşmaqdır. Qeyd edin. Agree razılaşmaq. Burada ment şəkilçidir, getdi. Burada yenə baxıram. Act aktyor düzəltmədir. Sözün kökü actdir, rol oynamaq. Sonuna or qoyuram, olur actor. Aktyor. Crossroad, bookstore, butterfly. Deməli, bu mürəkkəbdir. Bizim orada cavabımız olur Y bəndi. Dördüncü testə baxıram. Bizdən yenə mürəkkəb isim soruşur. Baxırıq. Happiness-də nest burada isim düzəldən şəkilçidir, getdi. Sonra baxırıq bura. Servant-da bayaq dedim ki, servdən yaranıb qulluqçu düzəltmədir. Brotherhood-da hood qardaşlıq şəkilçidir. Sonra baxırıq bura. Qaldı C ilə A bəndi. Baxın, snowball, qar topu, şkaf, cupboard, grandfather. Cavab C bəndidir. 4-də A bəndində, bu testdə A bəndində səhv nədir bilirsiniz? Certificate. Burada certificate deməli, A bəndində certificate, yəni sertifikat sözü deməli, mürəkkəb isim sayılmır. Ona görə də bunu buradan çıxırıq. Baxırıq 5-ci testimizə. Bizdən compound nounları soruşur. Yenə də deməli, burada childhoodda hood, uşaqlıq şəkilçidir. Information sözü düzəltmədir. Niyə? Çünki orada sözün kökü inform, məlumat vermək deməkdir, xəbərdar etmək. Sonuna da ion, sion, tion şəkilçisi qoyub yaradırıq düzəltmə isim. Sonra baxırıq D bəndində tradition
Burada ənənə, ənənə. Tradition burada mürəkkəb isim sayılmır. Y bəndində importance də anci şəkilçidir. Ona görə Y bəndini də çıxırıq. Qaldı cavabımız bizim 5-də A bəndi. Yenə bizdən mürəkkəb isim soruşur. Writer sözü write sözündən yaranıbdır. Yazmaq deməkdir. Write-nin sonuna da er qoyuram. Yaranır yazıcı. Ona görə A bəndə getdi. Sonra baxıram freedomda dom azadlıq deməkdir. Dom şəkilçidir. Bu da getdi. Actress-də act sözündən s-sı yaranıb. Şəkilçi artıraraq yaratmışıq. Bu da düzəltməli getdi. Sonra baxırıq brotherhood-da hood qardaşlıq. O hood şəkilçidir getdi. Cavab D bəndidir. Newspaper qəzetdir. Fireman yanğın söndürən. Schoolmate-də sinif yoldaşı məktəbdə. Sinif yoldaşı deməkdir. Yenə compound nounlar lazımdır. Burada hostess sahibə ev sahibəsi deməkdir. S şəkilçidir orada. Özdə mən demişdim sizə S şəkilçisi qadın cinsi bildirir. Bunu biləsiniz. Sonra baxırıq nəyə? Freedom burada dom getdi. Burada application-da ion, sion, tion şəkilçidir getdi. Waitress-də də S şəkilçidir getdi. Cavab olur B bəndi. İndi burada sizə nə edeyim? Waitress-də məsəl üçün bu wait gözləmək sözündən waiter-də yaranır. Bu ofisiyant kişi deməkdir. Amma waitress ofisiyant qadın deməkdir. Sonra application-da da bu apply sözündən müraciət etmək deməkdir. Apply-dan yaranıb. Ion, sion, tion, ation burada şəkilçidir. Application. Deməli, sizə bir şey deyim. Education sözü bilirik ki, təhsil deməkdir və sayılmayan isimdir. Education sözü düzəltmə isimdir. Burada ion, sion, tion şəkilçidir. Sözün kökü educate təhsil almaq deməkdir və ondan da təhsil yaranır. Deməli, tion şəkilçisinin vasitəsindən. Davam eləyək. Yenə bizdən mürəkkəb isim soruşur. Movement-də ment şəkilçidir. Bu getdi. Act-da or şəkilçidir. Bu getdi. Foundation-da tion şəkilçidir. Bu getdi. Burada oak tree palıd ağacı deməkdir. Sonra baxırıq bura. Disagreement-də də elə burada ment də şəkilçidir, dis də şəkilçidir. Ona görə cavab D bəndidir burada. Gentleman, yəni centilmen adam. Roadside, yolun tərəfi. Sonra payday də maaş günü deməkdir. Roadside biz ona yolun kənarı, yolun qırağı da deyə bilərik. Keçirik 9-cu testimizə. Yenə mürəkkəb isimlər lazımdır. Baxırıq bura. Deməli, cavab B-dir. Bir də ion, sion, tion, examination, examine-dan yaranıb bu. Bu getdi. Sonra baxırıq buna. Burada S-sı görürsünüz. Qadın cinsi bildirən şəkilçidir. Bu getdi. Sonra baxırıq explanation, ion, sion, tion bayaq dedik. Bu düzəltməli getdi. Modernity-də də iti burada şəkilçidə getdi. Cavab oldu B bəndi. Burada suitcase, çamadan, schoolmate yenə sinif yoldaşı, spaceship-də kosmik gəmi deməkdir. Yəni orada ship-i görüb onu düzəltmə götürmürük. Çünki ship bəzi sözlər var ki, onların tərkibində gəmi mənasını verir və mürəkkəb isim hesab olunur. Məsəl üçün, baxın burada da var. Warship, müharibə gəmisi. Məsəl üçün, battleship var, döyüş gəmisi. Sonra burada spaceship, kosmik gəmi, warship var, müharibə gəmisi, bu getdi. Sonra var steamship, buxar gəmisi. Bunları yadda saxlayırıq. Sonra keçirik 10-cu testimizdə. Deməli, neighborhood-da hood şəkilçidir, bu getdi. Payment-də ment şəkilçidir, bu getdi. Childhood-dakı hoodu çıxırıq. Attendance-də də angeni çıxırıq. Attend sözünün sonuna angi artırıbdır. Deməli, dining room, groundwater, schoolgirl hər üçü mürəkkəb sözdür. İki sözün birləşməsindən yaranıb. 11-ə baxırıq. Deməli, baxırıq. Composer sözü bəstəkar deməkdir. Sözün kökü compose, son pozisiya yazılır, bəstələməkdir. Bu olur düzəltmə, bu getdi. Çünki burada er şəkilçidir. Sonra translator'da da bu translate-dən yaranıb, o şəkilçidir, bu getdi. Sonra xəstədən xəstəlik yaranıb, nes şəkilçidir, getdi. Sonra burada ship-ə görə atmırıq. Burada steamship, buxar gəmisidir. Bu mürəkkəb isimdir. Amusement-də də ment-ə görə çıxırıq. Getdi. Cavab A bəndidir. 12-ci testdən davam edirik. Deməli, bizdən yenə mürəkkəb isimləri soruşur.
Library-dən librarian yaranıb. Burada bu getdi. Sonra baxırıq darkness-dən Nesval bu getdi. Sonra baxıram, deməli membership-də burada ship var, getdi. Building-də də ink şəkilçidə getdi. Cavabımız onda bizim nə olur? Cavab C bəndidir. Sonra baxırıq 13-də. Yenə baxaq, davam eləyək. Deməli, laziness-də ness şəkilçidir. Sonra motherhood-da hood şəkilçidir. Hunter-də er şəkilçidir. Sözün kökü hunt-da ovlamaq. Sonuna er qoyuram, olur ovcu. Sonra baxırıq növbətində, deməli, sick form, ipək qurdu, spaceship, kosmik gəmi, teaspoon da çay qaşığı deməkdir. Deməli, G bəndi doğrudur. Burada arrangement-də ment şəkilçidə A bəndidir, ona görə getdi. 14-də baxıram. Deməli, explorer-də E şəkilçidir, bu getdi. Sonra baxıram, strings-də TX şəkilçidə getdi. Burada ment şəkilçidə getdi. Burada ship şəkilçidə getdi. Cavab oldu B bəndi. Deməli, 15-ci testdə bizdən yenə mürəkkəb isimləri soruşur. Deməli, baxırıq. Deməli, mürəkkəb isimlərdə burada anc şəkilçidir, burada nc şəkilçidir, burada ant şəkilçidir, burada da ism şəkilçidir. Deməli, olur cavab A bəndi. Raindrop, sunrise, helm task. Sonra baxırıq nəyə? Burada saucepan, nəlbəki deməkdir. Bunu yadda saxlayırsınız. Earrings də sırğa deməkdir. Baxırıq mürəkkəb isimlər bookshelf, kitab rəfi, headache, baş ağrısı və box office-də mürəkkəbdir. Amma relationship-də ship, burada ion, sion, tion, burada da dom şəkilçisi yanlışdır. 2, 4, 5 eləyir B bəndi. 17-ci testə baxırıq. Mürəkkəb isimləri soruşur. Ay işığı, worldwide, sandstorm. Introduction-da ion, sion, tion. Happiness-də ness şəkilçidir. Bir dəqiqə diqqətli olaq burada. Əslində 3 də burada mürəkkəbdir. Raindrop var cavabda. 2, 3, 4, 6 var. Cavab 7. Yenə compound nounlar soruşur. Punishment-də ment şəkilçidir, bilirsiniz. Rudeness-də ness şəkilçidir. Cavabım 1-dir. Sunflower-də seaside-dir. 1, 3, 5. O da eləyir yəqin C bəndində. 19-cu testə baxıram. Yenə mürəkkəb isimlər lazımdır. Chairman 1, sunshine. Citizenship-də ship şəkilçidir, vətəndaşlıq. Bu getdi. Government-də ment şəkilçidir. Sözün kökü govern, idarə etməkdən yaranıbdır. Eggplant-də badımcan deməkdir. Mürəkkəbdir. 1, 2, 5 eləyir A bəndi. Yenə burada mürəkkəb isimlər lazımdır bizdə. Iti burada şəkilçidir. Pollution, bu da ion, sion, tionu çıxıram. Refrigerator-da or şəkilçi yadda saxlayın. Soyuducu deməkdir. Refrigerate. Soyutmaq deməkdir. Refrigerate sözün köküdür. Burada or şəkilçidir. Bu düzəltmədir. Bu da getdi. Burada elə sion da şəkilçidir. Sonra baxıram turizmdə izm şəkilçidir. Cavab Y bəndidir. Waterfall, schoolmate, raindrop. Raindrop yağış damcısı deməkdir. 20-ə baxıram. Derivativdən soruşur artıq məndən. Baxıram testlər. Railway dəmir yolu mürəkkəbdir, getdi. Çünki düzəltmə soruşur. Lifestyle həyat tərzi mürəkkəbdir. Seaport mürəkkəbdir, getdi. Librarian neighborhood document. Burada problem odur ki, document sadə isimdir. Sonra mentlə bitəndə çünki sözün kökü yoxdur. Bunun özü kökdür. Document. Cavab olur A bəndi. Hospitality-də ET, appearance-da anci, agreement-də ment şəkilçidir. 22-də baxıram. Yenə derivativini alınlar soruşur. Monument sadədir. Bunu çıxıram. Deməli, gəlin ikilər çıxar. Childhood, uşaqlıq, düzəltmədir. Warship, müharibə gəmisi mürəkkəbdir. Bunu da çıxırıq. Demonstration-da ion, sion, tion. Burada da tion şəkilçidir. Deməli, 1, 3, 5 eləyir A bəndi. Yenə derivativini alın lazımdır. Document sadə isimdir. Sonra spaceship, kosmik gəmi mürəkkəb isimdir. Amma river'ın özü də sadədir. Çay, kökü yoxdur. Kök sözdür bu. Deməli, independence-də ence burada şəkilçidir, ant burada şəkilçidir, ment də burada şəkilçidir. Cavab 1, 4 və 6 eləyir B bəndi. 24-cü testə baxıram. Yenə məndən düzəltmə isim soruşur. Suitcase, camadan. Bax, 2 sözdən yaranıb. Bu mürəkkəbdir. Bu getdi. Meetingdə deməli ink şəkilçidir. Bu düzdür. Düzəltməndə instrument sözü sadə isimdir. Mentlə bitməsinə baxmayaraq istisnaidir. Hardship-də ship, çətinlik. Bu düzəltmədir. Heroizmdə də heroizmdə də izm şəkilçidir. Elə məndən düzəltmə soruşur. Cavab 5-dir.
2, 4, 5. O da eləyir Y bəndi. Burada yenə derivativ noun lazımdır. Payday iki sözdən yaranıb mürəkkəbdir. Father-in-law ümumiyyətcə mürəkkəbdir, bunu bilirik. Gəlin 4 ilə 5-ləri çıxaralım. Deməli, sonra qalır nə? Bizdə mürəkkəb isimləri soruşur. Burada payment, paydən ment-dən şəkil çıxıb da ur şəkilçidir. Feildən yaranıb feilyə. Feil uğursuzluğa düçar olmaq, uğursuzluq, feilyə də elə yəni kəsilmək, uğursuzluq kimi gedir, isim kimi. Feildən isim yaranıbdır. Cavabım 1, 3-dür. Bir də proposalda propose, təklif eləmək. Bunu qeyd edin. Propose. Təklif etmək sözündən yaranıbdır. Al burada şəkilçili cavab 1, 2, 3-dür. Y bəndidir. Elephant sadə isimdir uşaqlar. 26 ilə davam edirəm. 26-da bizdən simple nounları soruşur. Sadə isim lazımdır. Mürəkkəblə düzəltmələri atıram. Burada equipmentdə ment şəkilçidir. Burada bu mürəkkəbdir, getdi. Burada ion, sion, tion şəkilçidir. Bu da mürəkkəbdir, getdi. Mürəkkəbdir. Bu da ing şəkilçidir, getdi. Earring. Yox, şəkilçi deyil. Earring mürəkkəbdir. İki sözdən yaranıbdır. Obstacle mania, document. Document burada sadədir. Nə oldu da? Cavab olmadı. Mən neysə axtarırdım, onu unuttum. Bax, snowdrop buradan gedir, mürəkkəbdir. Sonra watermelon mürəkkəbdir, buradan getdi. Hə, məni sadə soruşurdu, cavab dedi. Document sadədir, elə sadə soruşur. Education düzəltmədir, getdi. Bu mürəkkəbdir, getdi. Bu mürəkkəbdir, bu mürəkkəbdir. Bu da düzəltmədir, getdi. Obstacle mania deməkdir. Onun sinonimi barrier. Götürə bilərik. Yenə baxırıq 27-ci testdə bizdən sadə isimləri soruşur. Sunflower mürəkkəbdə getdi. Sonra discovery düzəltmədə bunu ilə çıxaq. Peanut mürəkkəbdə getdi. Sonra campfire-də mürəkkəbdə getdi. Stomach mədə qarın, dizisdə xəstəlik debəndi. Sadə isimlərdir. Yenə derivativ noun lazımdır bizə. Hairstyle, baxın, saç stili 2 dənə söz var. Deməli bu mürəkkəbdir. Ona görə ana atıram. Amma investmentdə sözün kökü investi, amma ment burada şəkilçi idi. Sonra honey bee, bal arısı 2 dənə sözdən yaranıb, B bəndi də getdi. Amma population düzəltməkdir, çünki tion var. Reaction, məsəl üçün tion var, düzəltmədir. Amma pineapple mürəkkəbdir, ananas, bu getdi. Sonra baxırıq nəyə? Pocket money 2 dənə sözdən yaranıb, bu mürəkkəbdir, getdi. Burada sheep şəkilçidir, bu da getdi. Amma bu düzəltməkdir də, bu ola bilərdi. Pocket money-yə görə gedir. Cavab D bəndidir. Burada ment, burada tion şəkilçidir. Biraz sürətli işləyək. Compound noun soruşur. Burada leadership-də sheep şəkilçidir. Sonra membership-də sheep şəkilçidir. Sonra baxıram bura. And participant-da participate-dən yaranıbdır. Bu söz düzəltmədir. Obesity-də köklük. Bu da səhvdir. Mürəkkəb deyil. Cavabımız olur D bəndi. İki sözün birləşməsindən yaranıb hər ikisi. Sonra baxırıq, düzəltmə isimləri lazımdır. Moment sadədir, document sadədir, element sadədir. Paymentdə ment, argumentdə də mentlər şəkilçidir. 1, 4 cavab edir, B bəndi. Ümumiyyətcə yadda saxlayın. O sözləri əzbər bilsəz, momentdir, documentdir, parlamentdir, elementdir, momentdir, sonra menumentdir. Bunlar sadədir. Onları əzbər bilsəz, onlardan başqa yerdə qalan mentlər olur düzəltmə. Yenə simple noun soruşur. Sandcastle mürəkkəbdir, getdi. Mürəkkəbdir, getdi. Sailor düzəltmədir, getdi. Pavement, bir dəqiqə. Pavementdə düzəltmədir, getdi. Sözün kökü pavdən yaranıbdır. Pavi burada sözün köküdür. Menument sadədir. Braza qardaş sadədir. Cavab 31-də Y bəndidir. Keçirəm 32-ci testdə simple noun lazımdır. Sadə isimlər teacher, burada er şəkilçi olur, düzəltmə getdi. Sonra worker-da workdur, sözün kökü getdi. Sonra deməli məndən soruşur, sadə isimləri tower sözün köküdür. Sonra bax burada bu bizdən isim soruşur. Bu far sözünün müqayisə dərəcəsidir. Daha da uzaq deməkdir. Yəni necə bu sifətdir, getdi. Cavabı ona görə biz 3 ilə 4 götürə bilərik. 3, 4 cavab oldu A bəndi. Yəni 5-i niyə götürmürəm? Çünki bax bu söz silim. Və bu sifətdir, isim deyil. Belə yadda saxlayın. Ona görə bunu çıxıram. Yenə derivativ noun məndən soruşur. Baxıram, seashore mürəkkəbdir, getdi. Railway mürəkkəbdir. Airplane mürəkkəbdir. Waterfall mürəkkəbdir. Cavab A bəndi. Student studydən yaranıb. Brotherhood, burada hood şəkilçidir. Burada da strongdan strengths yaranıb. 34-də derivativ noun lazımdır. Seaport'u çıxdı, newspaper-ı çıxdı, mürəkkəbdir. Sonra handwriting-i çıxdı, mürəkkəbdir. Gentleman-ı çıxdı, mürəkkəbdir. Cavab C bəndi. Çünki burada ent-dən entrance yaranıbdır.
anti şəkilçidir. Burada ment şəkilçidir. Burada ion, sion, tion şəkilçidir. Bu enter daxil olmaqdan entrance giriş yaranıbdır. Settle məskunlaşmaqdır. Settlement məskəndir. Məskunlaşdığın yer, isimdir. 34-35-ə baxıram. Compound noun lazımdır. Baxıram, cavab elə adı, bunlara baxaq. Ümumiyyətcə, earthquake-də appearance-da anti şəkilçidir. Bu oldu, düzəltmə getdi. Composition-da ion, sion, tion getdi. Sonra burada advertisement-də ment getdi. Movement-də ment düzəltmədi, getdi. Ment şəkilçidir, cavab abənddir. Yenə compound noun soruşur. Gəlin baxaq. Childhood-da hudu çıxıram. Sonra burada nəyə baxıram? Advertisement-də menti çıxıram. Celebration-da tionu çıxıram. Burada da ship-i çıxıram. Cavab C bəndidir. 37-yə baxırıq. Düzəltmə isimləri bizdən soruşur. Baxın, mürəkkəbdə getdi. Shipbuilding, gəmi qayırma. İki sözdən yaranıb. Bu da getdi. Amma wisdom burada düzəltmədir. Yadda saxlayın. Wise müdrik sözünə dom əlavə eləyibdir. Wisdom müdriklik yaranıb. Sandcastle mürəkkəbdir. Bu da mürəkkəbdir. Cavabım olur nə? C bəndi. Settlement-də ment şəkilçidir. Leadership-də də ship liderlik. Luqluq şəkilçisidir. Yenə derivativ noun soruşur. Housewife-ı çıxıram. Ice cream-i çıxıram. Mürəkkəbdirlər. Sonra eyebrow, qaş mürəkkəbdə çıxıram. Cavabım C-dir. Burada da strawberry-ni çıxıram. Hunter huntdan yaranıb. Ovçu deməkdir. Information-da inform sözündən yaranıb. Yenə burada məndən soruşur düzəltmə isimlər. Monument abidə sadə isimdir. Sonra matedumda şahidlik. Burada 4, 2 doma görə düzəltmədir. Sightseeing görməli yerlər. Bu mürəkkəbdir. Inventorda inventdən or qoyuram. Burada ion, sion, tion qoyub yaradıbdır. 1, 2, 3 cavab D bəndidir. Inventor sözünün kökü invent, ixtira eləməkdir. Sonuna or qoyub yaranıb ixtiraçı. Burada da mate, bax bura qədər martyr yazılır. Şəhid deməkdir. Matedum olur şəhidlik. Baxıram bura, bizdən soruşur isimlər. Bayaq dedim ki, bu söz sifətdir. Boring can sıxıcı sifətdir. Rain yağışlı sifətdir. Discovery cash, building bina. Hər ikisi isimdir. Cavab B bəndidir. Yenə 41-də bizdən ismi soruşur. Gəlin baxağın. Deməli, careless, bax sizə demişdim ki, biri var nes, biri var less şəkilçisi. N ilə başlayıbsa noundur, less isə sifətdir. Baxın, less var. Deməli, bu söz sifətdir. Ona görə bu getdi. Sonra dangerous, təhlükəli, necə nəcür. Bu sifətdə getdi. Sonra healthy, sağlam, necə nəcür getdi. Pleasant, obstacle, maniyə nə? Maniyə. Wealth, var dövlət nə? Var dövlət, sərvət. Bu deməli isimdir. Amma pleasant burada deməli sifətdir. Ona görə getdi. Servant da qulluqçudur. Yenə isimləri soruşur. Bax, advice var, bir də advice var. Advice. C olanda, bax, rice da elədir. Bunlar isimdir, düyü. Amma s ilə olanda, məsəl üçün rice olsun. Bu qalxmaqdır, bu feildir, bu da feildir. Yəni s-dırsa, s gördüsə, bunlar feildir. Ona görə bu getdi, isim soruşur. Sonra assemble, toplaşmaq, yığışmaq getdi. Luxurious, bu sifətli getdi. Picturesque, mənzərəli, necə nəcür mənzərəli, bu da sifətli getdi. Luxury, advice, bunlar isimdirlər. 43-cü testə baxıram, isim soruşur. Baxaq, narrow, dar deməkdir, necə nəcür dar getdi. Shallow, dayaz, necə nəcür getdi. Allow, icazə vermək, feilli getdi. Sıra o atmaq, bu da feilli getdi, diqqətli olaq. Window, pəncərə, nə? Nə? Sərçə, bu sərçədir. Sorrow, qəm, kədər, nə? Qəm, kədər. Cavab Y bəndidir. Sonra davam eləyəyim burada. Deməli, isimlər lazımdır bizə. Power, güc, better, sifətli getdi. Differ, fərqlənmək, feilli getdi. After, sonra söz önüdü getdi. Danger, təhlükə, nə? Təhlükə. Güc, nə? Güc. Anger, hirs, əsəb, nə? Əsəb. 3, 4, 6. Cavab Y bəndidir. 45-də də yenə isimləri soruşur. Affect və effect, advice-ə baxaq. Gəlin birinci bax, S ilə verib, C ilə verib. S ilə verilən dedim ki, feilli getdi, amma C ilə verilən isimdir. Sonra breath, deməli baxın, bu ikisi də breath oxunur, amma fərqi nədir? Bu axırında E olan nəfəs almaqdır, amma bu nəfəsdir, eləmi? Sonra var affect, bir də effect. Effekt təsirdir, isimdir, amma effekt təsir göstərməkdir, feildir. Cavabım 2, 5, 6'dır. Cavab oldu B bəndi.
46 ilə davam eləyirəm. Important vacib necə nə cür vacib sifətdir. Gəl ikiləri çıxım. Pray bilirsiniz nədir? Dua eləməkdir. Pray dua eləməkdir. Nə etmək? Dua etmək. Pray dua mənası olar. Difficult çətin necə nə cür çətin. Altını da çıxıram. Cavab nə qaldı? 1, 3, 5. Gəlin baxaq. Bir də pray, başqasının üçün pray, difficulty çətinlik nə? Çətinlik. Sonra importance vaciblik nə? Vaciblik. Və pray dua etmək, nə etmək? Bu feildir. Amma bu sözün mənası of deməkdir. Baxırıq bura. Compulsory məcburi necə nə cür məcburi bu sifətdir. Vəzə hava isimdir. Assembly necessary lazımi necə nə cür importantın sinonimidir bu sifətdir. 1 ilə 5-lərə gəlin çıxarın. 5 getdi, 5 getdi, 5 getdi, 5 getdi. Cavab qaldı 2, 4, 6. 2 yığıncaq, nə yığıncaq? 2, 4. Ensimdə him deməkdir. Nə him? Discover kəşf etməkdir. Amma sonunda y olsaydı olardı isim. Discovery. O da olmadığı üçün discover feildir. 2, 4, 6. D bəndi. 48-ə baxıram. 48-ci testdə yenə isim soruşur. Rain yağışlı burada sifətdir. 11 burada rəqəmdir. 11 deməkdir, saydır. Another zərfdir. Sonra əvəzlikdir. Stormy tufanlı necə nə cür bu da sifətdir, getdi. Deməli beauty gözəllik, evidence sübut, health sağlamlıq, hamısı isimdir. Yenə isim soruşur bizə. Baxaq. Health necə nə cür sağlam sifətdir, getdi. Operate feildə getdi. Cloudy bulutlu sifətdə getdi. Deməli, əgər competent, wound, culture. Culture mədəniyyət, wound yara, competent səriştəli, necə nə cür səriştəli. O da A bəndi ona görə getdi. Qalı cavab B bəndi. Difficulty çətinlik, təpə nə, desertdə deməli səhra nə? Bunlar isimdirlər. Desertin feil kimi bu sözün tərk etmək mənası da var. Bu zaman o leave, bir də abandon sözlərindən sinonim olur. Yenə awful dəhşətli necə nə cür sifətdir. Dini necə nə cür bu rəqəmdir, yəni saydır. Fame, şöhrət, azlıq, dürüstlük. Careless, less burada şəklçi sifət düzəldir, getdi. Cavab Y bəndi. Yəni burada less sifət düzəldən şəklçi olduğu üçün avtomatik bunu çıxdım. Bunu eyni zamanda belə də işləyə bilərsiniz. Bax, burada os sifət düzəldən şəklçidir. Burada less sifət düzəldir. Burada bu saydır. Burada necə nə cür dəhşətli bu söz sifətdir. 51-ci testə baxıram. Yenə isimləri soruşur. Baxaq, burada Elva, lonely. Test ölüm. Bircə dəqiqə. Lonely sifətdir. Elva ilə bitməyinə baxmayaraq sifətdə getdi. Sonra magnificent sifətdə getdi. Necə nə cür sualına cavab ver. Convenient, rahat, necə nə cür. Cloudless, bulutsuz, necə nə cür. Cavab A bəndidir. Sonra baxıram bura. Deməli, bu testdə biraz şey düşübdür, ev yoxdur. Discover kəşf etmək feildir. Ənazə bayaq var idi bu. Əvəzlikdir. Nevə zaman zərfidir. Courageous cəsarətli necə nə cür getdi. Cavab B bəndidir. Manuscript əl yazmadır. Holiday bayramdır. Biş də çimərlikdir. Burada courageous Oğuzdan da bilə bilərik. Cəsarətli necə nə cür cəsarətli. Məsəl üçün discover kəşf etmək, nə etmək, kəşf etmək. Ənazədə əvəzlikdir. Nevədə zaman zərfidir. Yəni zərfdir, isim deyil. Davam edirəm 53-cü testdən. Yenə bizdən isim soruşur. Different, fərqli, necə, nə cür, fərqli. Sifətdə. Burada peninsula yarımada deməkdir, isimdir. Lucky, uğurlu, necə, nə cür, uğurlu. Prominent, məşhur, necə, nə cür, məşhur. Popuların sinonimidir. Outstanding də məşhur, necə, nə cür, məşhur, görkəmli. Bax, bunlar bir-birinə sinonim ola bilər. Prominentdən outstanding. Cavab qalır Y. Building, bina nə? Bina. Sərnişin nə? Sərnişin. Məlumat nə? Məlumat. Baxırıq bura. Burada nightingale bilirsiniz nədir uşaqlar? Bülbül. Sonra baxaq. Useful, faydalı, necə nə cür, sifətli getdi. Healthy, sağlam, necə nə cür getdi. Çətin, necə nə cür getdi. Vacib, necə nə cür getdi. Cavab A bəndidir. Üçü də isimdir. Baxıram 55-ci testdə. 55-də məndən yenə ismi soruşur. Discover, kəşf eləmək, feildir. 3-ü çıxdım. Sonra another, bilirsiniz ki, əvəzlikdir. 5-i çıxdım.
Colder, bax, cold soyuqdur. Erdə sifət zərf düzəldən, estağfurullah. Sifətin dərəcəsidir. Məsələn, adi dərəcədə olur cold, müqayisədə olur colder, üstünlükdə olur coldest. The coldest. Coldest. Qabağında z-si də var. Yəni burada şəkilcidir. Ona görə sifətdir. Eləyir onu, bir getdi. Ayzədə bilirik ki, əvəzlikdir də. Bunu da çıxıram. Cavab 4-6. Mənbə üzvü, nə üzvü isimdir. Winter qış, nə qış isimdir. Yenə baxıram bura. Deməli, burada flower gül, tower qala, power da güc qüvvə, nə? Güc qüvvə. Deməli, 2, 3, 5 doğru cavabdır. Bu ikisini çıxırıq, çünki bunlar few, fewer, low, lower sifətin dərəcələridir. Bu şəkilciləri sifətdir kimi hesab olunur onlar, 7. 58-ə bax, 57. Deyir, hansı sözlər isim kimi istifadə oluna bilməz. Ansa cavab vermək feildir. Empower, gücləndirmək, bu feildir. Which word can't be used as a noun? Hansı söz istifadə oluna bilər? 3-5 yoxdur axı. Hasının isim mənası yoxdur, aşağılar. Ansa həm cavab verməkdir, həm də cavabdır. Ona görə 3 ola bilməz. 3'ü götürmürəm. Viewer isimdir. Follower izləyici isimdir. Drawer siyirmə isimdir. Widower bu da isimdir. Empower gücləndirmək feildir. Ona görə 5 götürürəm A bəndi. Sonra baxıram nəyə? İsimləri soruşur. Membership, comfortable, rahat, necə nədir, lovely sifətdir. Bu harmful, ziyanlı, necə nədir sifətdir. Rahat, tənha, yalnız, ziyanlı, üçü də sifətdir. Membership, üzvlük, development, inkişaf. Cavab 1-5 Y bəndidir. 59-cu testə də baxaq. Deməli, burada nəyə baxırıq? Lately, burada zərfdir, getdi. Cruelty, qəddarlıq, nə? Qəddarlıq isimdir. Oath, sifətdir, getdi. Darkness, qaranlıq, nə? Qaranlıq, baxın, neslə düzəlib, isimdir. Amma burada less var, görürsünüz 5-də. Ona görə lessi də çıxdım. Cavab 2 ilə 4 A bəndidir. 60-a baxırıq. Deməli, isimləri soruşur bizdən. Traditional, ənənəvi. Necə, nə cür? Ənənəvi, getdi. Çirklənmiş, necə, nə cür? Çirklənmiş, getdi. Pollution, çirklənmədir. Nə? Çirklənmə. Həm də tionla qutarıb. Baxın, domla qutarıb. Deməli, bu isimdir. 2 ilə 5 isimdir. Pollute, çirkləndirmək deməkdir. Bu feildir, getdi. Cavabım D-dir. Davam edirik. 61-də. İsimləri soruşur. Boring, cansıxıcı, necə, nə cür? 4-lər getdi. During ərzində bu da getdi. Çünki bu isim deyil. Painting, rəsm əsəridir 3. Lightning, şimşək. Exciting də həyəcanlandırıcı. Necə, nə cür, həyəcan verici. Ona görə biri götürmürəm. Excite'dən, həyəcanlandırmaqdan exciting yaranıbdır. Cavabım 3-5 D bəndidir. 62-də impossible, imkansız, necə, nə cür. Displeased, məmnun olmayan, necə, nə cür. Harmless, ziyansız, necə, nə cür. Cavabım 2-4 Y bəndidir. Baxıram, yenə isimlər lazımdır. Exciting, həyəcanlandırıcı, 4-ü çıxıram. Sonra boring, cansıxıcı, necə, nə cür. Boring'i çıxıram. Meeting, iclas, isimdir. Ceiling, tavan, isimdir. Painting də rəsm əsəri, isimdir. Speaking, danışıq dörsündə isimdir. 1, 2, 6 da var. 1, 3, 6 da var. Deməli, diqqətli olmaq lazımdır. Bir dəqiqə, meeting, iclas, ceiling, tavan, speaking, danışıq, painting, rəsm əsəri. Deməli, bu 63-cü testdə əslində ceiling, tavan isimdir. Sonra meeting, iclas da isimdir. Speaking isimdir, painting isimdir. Çünki bunlar feillərin sonuna ing şəkildə artırmaqla düzəlibdir. Burada 2 variant var. Gümankinəsi səhvlik var. Keçirik növbətiyə. 64-də derivativ onları soruşur. Deməli, derivativlər lazımdır. Mən moment abidə, momentdə sadə. Bu ikisi sadədir. Gəl 1 ilə 3-ləri mən çıxım. Onda 64-cü testimiz qaldı A bəndi. 65-ə baxıram. Document sadədir. Gəlin 2-ləri çıxım. Sonra cement də sadədir. 1-i də çıxıram. Cavab 3, 4, 5-dir. Burada treat sözün köküdür. Burada equip sözün kökü. Burada equip təmin etmək sözün kökü. Yəni mental üçündə təşəkkülçüdür. Yenə derivativ soruşur. İnstrument, alət, parlamentdən instrument sadə isimdir. 2 ilə 4-ləri çıxıram. Cavab 1, 3, 5 qalır. Yəni buralarda ment şəkilçidir. Hansı sözlərdən tion əlavə eləyərək biz söz düzəldə bilərik. Bax, məsələn, build-ə artıra bilmirəm, getdi. Differ artıra bilmirəm. Location, protection, education. Cavab C-dir.
Məsəl üçün happy zad bilmirsiniz yoxdur, friendation yoxdur. Education, protection, bir də location. 68-dən davam edirik. İsim düzəldən şəkilçiləri soruşur. Burada able, Oğuz sifət düzəldir. Less sifət düzəldir. Çünki biz isim düzəldən nesdir. Full da burada sifət düzəldir. Cavab Y bəndidir. Yenə isim düzəldən lazımdır bizə. Ly zərf düzəldir. Sonra tin saydı, bu da saydı. Burada less yəqin ki, less-də sifət düzəldir. Bayaq dedim. Cavab D-dir. Invent, invention, inventor. Sonra 1-4 varmı? Var. Elə D-yi götürürəm. Invention ixtira deməkdir. Invention. Inventorda ixtira eləyən adam. Assistə nə qoyuram? Deməli, assistant, assistancı olur 2-3. Cavab Y-dir. Assistant deyəndə olur köməkçi, assistancı olanda olur kömək, helpin sinonimi. Ship-i nəyə qoya bilərəm? Citizenship, vətəndaşlıq, leadership, liderlik, membership də üzvlük. Cavab 1-2-3 B bəndidir. Domu nəyə qoya bilərəm? Freedom, kingdom, wisdom. 2-5-6. Cavab eləyir C bəndi. 74-də menti nəyə qoya bilərəm? Agreement, improvement, employment. 2-5-4. Cavab D bəndidir. Employment işsizlik, agreement razılaşma, improvement inkişaf eləmək. Employment iş. Employment, employee, employer. 1-2-5 B bəndidir. Move-la develop-a təbii ki, ment qoya bilərik. Movement, development. Cavab 76-da A bəndidir. Deməli, feellə mitə qoya biləcəyimiz şəkilçi inkdir. Feeling, meeting. Act, actor. Sonra actress. 1-lə 3 varmı? Var. Burada məsəl üçün, bax, 1-2-3 də var. Burada 2-də nesə baxırıq. Act, nes deyən bir şey yoxdur. Ona görə cavab A-dır. Build, builder, bina. Building, bina. 2-3 cavab edir. D bəndi. Sonra differ, exist. NG, difference, existence. Ancaq NG şəkilçisi difference, fərq, existence-də mövcudluq deməkdir. 81-ə baxıram. Citizenship, championship şəkilçidir. Citizenship, vətəndaşlıq, championship-də çempionluq. Discussion, invention. İon, sion, tion. Discussion, müzakirə, invention-da ixtira. Uri, creature, creature. Sonra mixture, mixture, belə bir söz olur. Failure də uğursuzluq. Failure, mixture, məncə belədir. Creature, creature. Cavab 1-4-3. 1-3-4 varsa Y bəndidir. Yenə baxırıq bura S-i nəyə artıra bilərik? Hostess, sahibə ev, yəni ev sahibəsi. Qadın cinsini bildirir. Poetess, şairə. Sonra artist, yox. 5-lə 3 var. Bir dəqiqə. Bir də act var burada. Actress. R, S, R burada birləşdiricidir. Hostess. Bir də poetess. Qadın bildirir hər üçü. 3, 4, 5. B bəndidir. Y-ni nəyə artıra bilərik? Discovery, honesty, dürüstlük. Cloudy qoyanda sifətdir. Qoyuruq, amma sifət lazım deyil. Bunlara qoyulmur. Difficulty-də çətinlik nə? Çətinlik 1, 4, 5-dir cavab. B bəndi. Burada cloudy-ni görüb götürə bilərsiniz. Götürməyin. Çünki düzdür. Cloudy-yə də qoyuram. Y homonim şəkilçidir. Həm sifət düzəldə bilər, həm isim düzəldə bilər. Amma burada cloudy sifət olduğu üçün lazım deyil. 86-cı testdə məndən isim soruşur. Scientific elmi, necə nə cür elmi, iç burada şəkilçidə getdi. Healthy sağlam, necə nə cür sağlam. Sifətdir. Courageous, cəsur, necə nə cür sifətdir. Importance, middle, bitch. Angry, hissli, acıqlı, necə nə cür fail. Hissli, acıqlı, necə cür sifətli getdi. Importance da ancədir, middle çəmənlikdir, bitch də çimərlikdir, isimdilir. It-i nəyə artıra bilərik? Humanity, similarity, modernity. Humanity insanlıq, similarity oxşarlıq, modernity də müasirlik. 88-ə baxıram. Humanə nə qoya bilərik? Humanizm, humanity, 1-4 bəndidir. Menti nəyə qoya bilərik? Excitement, argument, development. Argument mübahisə, excitement həyəcanlanma, development inkişaf. Tionu nəyə qoya bilərik?
Burada 100% informationdan relation olur. Informdan information məlumat, relation elə qoyub da. Çaşıb qoyub yəqin relate olmalıdır, relate. Ona da ion, sion, tion qoyuruq. Bir dəqiqə. Deyir ki, bu tiondan isim düzəlt. Entity nə qoyulmur? Buna qoyulmur. Invention nə olmasın? Demonstrate, demonstration. Demonstrate. Observations bu olmaz. Invent, invention. Elə burada bu demonstrate'dən gəl inventi götürək. Inventdən invention, buna da demonstration yaransın. Görmək ki, burada relation'da da qayıdıb sonuna bir dənə də tion qoya bilmirik deyə bunu bəlkə də belə veribdir, bilmirəm. Onu ən qabarıq cavabımız D-dir deyə D-yi götürürük. Düzgündür. C-dir deyə demonstrate'dən demonstration, inventdən də invention yaransın. 91-dən nesi nəyə qoya bilərik? Baxaq. Weakness, happiness, kindness, zəiflik, xoşbəxtlik, kindness, mehribanlıq. 92-də derivativ soruşur. Bunlar, punishment, leadership, assistance, bəndə. Assistance bayaq dediyimdə help bərabərdir. Cıba lazımdır, cəbəndə. 93-ə baxıram. Derivativ protection, ion, sion, tion. Bir də olur bəndə. Popularity, requirement. Bıca. Bəndədir. Yenə armchair, grandfather, bathroom, bac. Bəyəndidir. 95-də deyək ki, hansı söz house-la deməli housework mürəkkəb isim yaradır. Deyir, compound noun version hansı söz sunla birləşdirə bilmərik? Sunshine var, sunrise var, sunflower var, sunbase var. Sundrop yoxdur. Deməli, sunla yenə deyək ki, sunlight var, sunset var, sunglasses var, sunray var, amma suntask yoxdur. Yəni, onlarla mürəkkəb yaratmayan. Yenə burada toothla yaratmayan. Toothbrush, toothpaste, toothache, toothpick, toothfly olmaz. Bookstore, bookshelf, bookcase, 1, 4, 5 bəndidir cavab. Fire'nin firework, fireman, fireplace, 3, 4, 5 cavab eləyir Y bəndi. 101-ci testdə davam edirik. Derivativ namımızı soruşur. Monkey burada sadədir. Journey səyahət. Money yenə sadədir burada. Cloudy bulutlu, sifətli. Sunny sifətli. Y ilə bitməyinə baxmayın. Necə, nə cür günəşli, necə, nə cür bulutlu. Difficulty nə? Çətinlik. Kəşf nə? Kəşf. Dürüstlük nə? Dürüstlük. Cavab B-dir. Deyir ki, which of the verb text eri becoming noun. Hansı sözə er qoyub isim yaradırıq? Bax, lie sözündə olmaz. Burada li-ar-i olur. Liar, arla yaranır, yalancı. Bu, aktor yaranır və ya da aktris yaradır. Narrator olur. Or, survivor budur. Bizə deyək, survivor, worker, fəhlə. Elə cavab C-dir. Or, baxaq, inventor, ixtiraçı. Cavab adı. Driver, bekar olur. Hunter, ovçu, builder-də bənna. Begdən begar bunlarla yaranır. Deməli, orla düzələn inventordur. Ment deyir ki, isim olur. Achievement, nailiyyət. Cavab B bəndidir. Achieve, nail olmaq deməkdir, amma achievement, nailiyyət deməkdir. 105-ə də baxırıq. Deməli, Sionu götürən deməli, burada invade-ə divide-ə qoya bilmərik. Sonra burada baxırıq. Bax, cavab C-dir niyə? Explore-dan, bax, emission, description. Deməli, 105-də bir dənə diqqətli olmaq lazımdır. Buradan başlayırıq. Retain sözündə, deməli, burada bu tion qəbul edir. Ona görə bunu getdik. Sonra, burada məsəl üçün, evolve-da bu da tion qəbul edir. Evolution. Sonra, description-da tiondur bu da. Description. Sonra, suspect-də də elə bir suspicion. C ilə qəbul edir. Suspicion, invention,
permission, bir də budur. Bu da division, bölmə. O 105 ona görə olur A bəndi.